Həzrəti Fatimə-i Zəhraya haqqını tapdalayaraq məsciddə elə bir hörmətsizlik etmişdilər ki, pərişan halda evə qayıdıb Həzrəti Əliyə belə səslənmişdi. Ya Əli, kaş öləydim, o səhnələri görməyəydim. Əlican, sən bir körpə uşaq kimi məzlumca dizlərini qucaqlayıb bir küncdə oturmalı oldun və xanımını məsciddə xar etdilər. Həzrət buyurdu, Fatiməcan, o oxunan azan səsini eşidirsən? Xanım buyurdu, bəli Əlican. Həzrət buyurdu, əgər bu azan səsinin daimə gəlməsini istəyirsənsə, qoy mən əllərimi qılınca aparmayım. Denən həsbiyəllah. Xanım tez buyurdu, həsbiyəllah, əleyhə təvəkkəl. Necə də ağrı və acılıdır bu diyaloq. Salam olsun bizim İslam yolunda qalmağımız üçün özlərini fəda edənlərə.